Azərbaycan dilindən düzgün cavabları paylaşıram. O tipdə cavab E bəndi olacaq. Eyni hərf istəyir hər iki söz üçün. Detektiv, istirahət elə yazılır. E bəndidir. O tipdə cavab deməli 1, 2, 4 olacaq. Siz öz variantınıza görə uyğunlaşdırasınız. Ətraflı izah vermirəm. Sadəcə düzgün cavabları hələlik paylaşıram. Əgər tələbat olsa bununla bağlı da bir izahlı video paylaşaram. 30-cu sualda 1A, 2C, 3DE-dir. Burada gördüyüm belə bir şey oldu ki, B heç bir varianta uyğun deyil. Bütün cavablarda B var. 33-dən 13-cü C bəndidir. 34-cü sualda bu bəsit sual idi. Deməli 1, 4, 5 cavab D bəndi olacaq. 35-ci sual bu da asan olduğunu düşündüyüm sual idi. E bəndidir cavab. Budaq cümlə, baş cümlə, bağlayıcı söz və sasa yox. Bağlayıcı söz burada yoxdur. 1-2 sual əvəzlikləri ifadə olunur. Yalnız sasa var. Cavab E bəndidir. 36-cı sualda cavab 1, 3, 5-dir. Bir qədər yorulmuşam, ətraflı yenə izah deyirəm, verə bilmirəm. İstəsəz onu da çəkib YouTube-a alıb yükləyərəm. 37-ci sual deməli 1, 4, 6-dır. Ədad olan cümlələri istəyir. Qoysana. Sonra ki var burada, qüvvətli ədad. Bir də bəli, təsninkar ədadı var. Deməli qoysana da əmr ədadı qeyd eləmədim. 1, 4, 6 cavab B bəndidir. 38-ci sualda deyir ki, həmçinin zaman zərfləri nə ilə ifadə olunub? Hər ikisi fe'li bağlama tərkibləri ilə ifadə olunub. Təzə açılmış çiçəkləri görəndə, nə zaman yazın ilıq nəfəsini sinənə çəkəndə adamı qəlbə hisslər bürüyürdü. Hər ikisi fe'li bağlama tərkibi D bəndidir. 39-cu sualda şəxsi cümlə bu yanlışdır. Deməli bu şəxsi cümlə deyil, ümumi şəxsi cümlədir. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. 40-cı sualda cavab 1, 2, 4-dür. Yenə deyirəm, ətraflı qeyd eləmirəm. Deməli, növbəti hissəyə keçək. Mətnlərə keçirik. Mətnlərdə deməli 41-ci sualda cavab 1A, 2E-dir. 42-ci sualda 1, 4-dür. Əvvəllər yazılan sözlər mətndən çıxarsa məzmun xələl gəlməz. 1, 4-dür. 43-cü sualda səbəb nəticə yanlış fikirlər deyir. 2, 4, 5 olacaq düzgün cavab. 44-cü sualda isə doğruda doğru, yanlışda yanlış, ehtimalda ehtimal seçməliyik çünki uyğun fikirlər deyir. Burada 2, 3, 5-dir düzgün cavab. 45-ci sualda E bəndidir. Deməli mətndə boş çərçivələr yerinə uyğun fikirlər yazırıq. 2, 4, 3, 5, 1 bu variant düzgün cavabdır. Deməli 46-cı, 47-ci, 48 və bu sualları ətraflı deyirəm, amma mətndə əvvəlində işə qoyulmuş ifadələrin mənasını kontekstə əsasən müəyyən edin və bu sual var. Deməli təxminən xatırlayıram nələr qeyd edirəm cavab kartına. Ehtiyac içində yaşayan Əli, kasıblıq çəkən Əli, bu formada kasıblıq çəkən qarşılıq yazmışam. Əsaslı məşğul olsun. Deməli ciddi şəkildə çalışsın bu formada. Bəli, bu formada. Ciddi şəkildə çalışmaq, bəli, məsdər formasında yazmışam. Məsdər tərkib formasında ciddi şəkildə çalışmaq, bu formada qarşılığı yazdım. Sonra digəri gecəni gündüzə qatmaqda frazeoloji birləşmədə çox çalışmaq mənasındadır. Bunu da fe'li bağlamanı eyni formada saxlamışam. Çox çalışaraq formasında qeyd eləmişəm. Deməli, burada 47-ci sual 60 cümlələri mətnin səciyyəvi üslub xüsusiyyətlə zənginləşdirib yenidən yazın. 2 cümlə istəyir. Deməli, sizin bu xovlu xalçanızı bəyəndim. Sizin bu göz oxşayan xovlu xalçanız xoşuma gəldi. Bu formada dəyişdim. Burada göz oxşayan və xoşuna gəlmək fraze birləşmə mərcəz mənalı ifadeləri əlavə eləmişəm. Növbəti cümlədə mən bu iplərdən gözəl bir xalça toxuyacağam. Mən bu iplərdən tam xatırlamıram, təəssüflər olsun. Mən bu iplərdən deməli bunu gəlib bağışlayasınız, tam xatırlamadım hansı formada yazdım. Bu dəqiqədə ideal sürə bilmirəm açığı həqiqətən yorulmuşam. Amma mən bu belə yenə fraze birləşmə yazdığımı düşünürəm. Könülləri oxşayan, siz də hər halda bu formada yazsaz, deməli göz qamaşdıran, xatırladım. Mən bu göz qamaşdıran iplərdən gözəl bir xalça toxuyacağam, xalça ərsəyə gətirəcəyəm. Bu formada yazdım. Bəli, xatırladım. Ərsəyə gətirəcəyəm formasında qeyd etdim. Sonra mətn əsasən Gülxanım obrazına bağlı cədvəli doldurun. Orada xarakterik xüsusiyyətləri istəyirdi 48-də. Burada mən istedadlı yazdım. Çünki o xalça rənglərinə baxaraq elə bir fikirlər var mətndə. Yəni rənglərinə baxaraq, sapına baxaraq onun hansı xüsusiyyətləri daşıdığını müəyyən edə bilir. Bu onun xüsusi istedadı. Zəhmətkeşdir. Oğlu ilə səhərdən axşama zəhmətkeş yazmışam. Zəhmətkeş və istedadı. Zəhmətkeş də səhərdən axşama oğlu ilə deməli alverlə məşğul olur. Çörək pulu qazanmaq üçün şəhəri gəzir. Bu formada qeyd eləmişəm. Sonra mətndə nöqtələrin yerinə uyğun ifadə yazmaq cümləni tanıyın. Deməli burada da bu formada qeyd elədim. Deməli bu bir xurcun ip nəvəmin işinə yaranmaz, amma onları xalçaya dəyişsəm, ona əsl toy hədiyyəsi olar. Bu formada yazdım. Məncə bu ən uyğun cavablardan biridir. Növbəti zər qədrin, zərgər bir atara sözü. Burada 2 cavab yazdım. Həm deməli Gülxanımın deməli ona təqdim edilən xurcun ipin deməli qədrini bilməsi, həm də qocanın Gülxanımın satdığı xalçanı bəyənməsi. O formada əsaslandırdım ki, onun da yoldaşı deməli xalçacılıqla məşğul olub. Ona görə də o xalçanı çox bəyənib. Gülxanım da həmin o xurcun ipin deməli qədrini bu işlə məşğul olduğu üçün, dərindən bu biliklərə sahib olduğu üçün qədrini bilir. O formada qeydlər aparmışam. Deməli növbəti mətndə bu da asan idi. Deməli 51-ci sual 1-5-dir. Çox xırdalığa getmirəm. 52-ci sual 1-3-5-dir. Mətn hansı fikirlər əsaslandırma mümkündür. Sonra 53-cü sual 1-2-5-dir. 54-cü sualda 1-3-5-dir. Uyğunsuzluğu deyir. Fikir doğrudur, yanlışdır. Növbəti. Deməli 55-ci sual bu da bəsit sual idi. Deməli E bəndidir. Burada kombinasiya müxtəlif və eynicəsli şeylərin bu və ya başqa qayda üzrə düzülüşü birləşdirilməsi, bir də bunun nümunəsi bu rənglərin kombinasiyası çox sevilir. Bu formada qeyd elədim. 56 mətn əsasən cədvəli tanıyın. Səhv eləmirəmsə bu tezis. Baxın, tezis sualı idi. Bəli, tezis sualı idi. Tezisdə də robotların insan işləri görməsi ilə bağlı nəsə qeydlər var idi. Yəni belə burada qeyd olunmuşdu. Deməli Ameka adlı robot insan mimikalarını deyə baxın, üzr istəyirəm. Mimikalar eynən insanlar kimidir bu formada. Sonra
digər Atlas adlı robotun üz dizgiləri insana bənzəmir, lakin insana məhz atletik hərəkətləri sual yerinə yetirir. Bunu qeyd etmişəm. Digər bir fakt. Bir növbəti fakt, Xenobotun insana aid xüsusiyyətini yazmışam. Ümumiləşdirmişəm, tezisdə yazmışam ki, robotlar da insanlara məxsus xüsusiyyətləri daşıyır və insanlar kimi bir çox bacarıqlara sahib ola bilirlər. Bu formada ümumiləşdirmişəm tezisi. Sonra növbəti sualı qeyd etmək istəyirəm. Burada mətndə əvvəlində işə qoyulmuş sözlər əslində cədvələ doldurun. Əvvəlində işarə qoyulmuş sözlər, burada qaçmaq, insana məxsus yerimək qaçmaq, burada sözün funksiyaları idi. Deməli, qaçmaq informativ funksiyanı yerinə yetirir burada və poetik funksiyada işlətmişəm. Deməli, həqiqətdən qaçmağa çalışırdı, bu formada bir cümlə yazmışam. İkinci də yükdür. Yeriməyi, üzməyi, kiçik yükləri burada da informativ funksiyanı daşıyır, həqiqi mənadadır. Məcazi mənada yazmışam ki, onun dərdi ağır idi, ağır yükü vardı. Bu formada bir cümlə yazmışam. Hər halda sizdən də onu bacaranlar olar, yazanlar olar. Sonra 58-ci sual bu da bəsidir. Yalnız qüsurlu məqamları düzəltmək eləmək lazım idi. Deməli, burada insana bənzər saxta varlıqlar yerinə süni varlıqlar böyük marağa səbəb olduğundan son illər belə robotların sayında artım müşahidə edilir. Bu formada çoxalma müşahidə edilir və s. Bu formada qeyd etmişəm. Siz də herhalde o formada qeyd edilirsə düzgün olacaq. Sonra mətn əsas siyasətdə bir ziddiyyət təşkil edən cümlələr mənədə yazın. Açıq burada biraz şübhəli qaldım. Deməli burada qeyd olunur ki, haqqında bəhs etdiyimiz çərçivədən aşağıda AMEK adlı yeganə bioloji robotun yaradıcıları da onun eyni sırada yeganə formada qeyd olunur. Sonra burada başqa bir cümlə, belə robotlardan biri. Deməli yeganə deyilmiş. Bunu da qeyd elədim açığı. Sonra düşündüm ki, burada 2020-ci ilin yeniliklərdən biri də Xenobot adlı ilk bioloji robotun yaradılmasıdır. Yəni yeganə AMEK adıysa bu da ziddir. Açığı burada mənə az bal versələr, apellyasiya müraciət edirəm bəlkə də. Təbii ki, çox marağımda deyil oradakı ballar, amma yenə də. Burada məncə hər iki fikir ziddir. Çünki yeganə bioloji robot deyir. Sonra belə robotlardan biri də deməli Atlas deyə qeyd olunur. Deməli yeganə deyilmiş. Bu da zid fikirdir. Bu da zid fikirdir. Və sonra 60-cı sualda robotlar gələcəkdə bəzi qlobal problemlər həllində insanlar kömək edə bilərlər. Bu da mətnlə əlaqələndirib məncə uğurlu əsaslandırmışam. Burada qeyd olunur ki, kompüterlər kimi məlumatlar deməli yüklənmiş robotlarda insan əmrlərini yerinə yetirərlər və həmçinin burada digər alimlər gələcəkdə onların ətraf mühiti və su hövzələrini mikroplastik tullantılardan təmizləmək və s. ümumiyyətlə insana deməli yardım edə biləcəyi deməli xüsusiyyətləri qeyd edib əsaslandırmışam. Yəni bu dəqiqə tam xatırlamıram açığı və burada bunu bir testlərin izahı kimi qəbul eləmin. Çalışıram ki, düzgün cavabları sizə verim, siz yoxlayasınız.